Tbilisi şəhər məhkəməsində böyük məbləğdə dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ittihamı ilə keçmiş prezident Mixail Saakashvili və Dövlət Mühafizə Xidmətinin keçmiş rəhbəri Teymuraz Canashiya barəsində çıxarılan hökm etirazlarla qarşılanıb. Məhkəmə qərarı elan edərək Mixail Saakashvilini 9 il müddətinə azadlıqdan məhrum edib. Teymuraz Canashiyanı isə 300 min lari məbləğində cərimələyib. Prokurorluq hər iki şəxsi 9 milyon lari məbləğində dövlət vəsaitinin qrup halında mənimsənilməsi ilə ittiham edir. Məhkəmə iclasında nə Mixail Saakashvili, nə də Teymuraz Canashiya iştirak edib. Hakim bildirib ki, penitensiar xidmət məhkəməyə sənəd təqdim edərək Saakashvilinin iclasa məsafədən qoşulmaqdan imtina etdiyini və sağlamlığının yaxşılaşmasına qədər məhkəmənin təxirə salınmasını istədiyini qeyd edib. Qeyd edək ki, hər iki şəxs onlara qarşı irəli sürülən ittihamları qəbul etmir və özlərini günahsız hesab edirlər.